qardaş. Yox, ay Səbəti. Mənim anam özüm bilsən ki, yol süpürgəsidir. Atam birdən iş olur, birdən getmir də. Mən gəlmişəm 3 saat aşsız. Qəndi yox, çay yox. İndi mən normal uzaq yol gəlmişəm. Kola içirəm sərdə. Onu da qonşu verir. Aygün, bir də sənə bir şey deyim. Qətiyyən o kolanı içmə ha. İndi məsləhət sənindir yenə də. Arzu da içirdi. Sənin mədəvə bıçaq dəyib deyənə qətiyyən o koladan Arzuya Aygün deyir bu da. nə yazıb? Yine Ramazan maşallah top kimidir. Yazıb ki, Aygünün qəşəng iyili... Tərbiyəsiz. Utanmırlar. Abla o söyüşü yazırsınız, evindeki görmür. Əli bəlkə evindeki də baxır. Çox sağ ol. Bakılı qız. Allah canını sağ olsun hədiyyətən. Ne ola belə hədiyyə ilə dəstək olur. Demir ki kartımız adına. Hədiyyə ilə də dəstək ola bilərsiniz. Gedişlə. Aha yazıla gedişdə. Arzu, bir dəfə o bloger Sevinç xanım da səni nəsə qaralamışdı. Hə, çox qaralamışdı. Gülay. Canım Gülay, necəsən? Nətərsən? Mən dəstəkçim var inan. Karalamayayım. Tərbiyəsiz yazmayın. Yaxşım Bakılı qız, sən necəsən? Mənə də dəstək olanda çox xahiş ehtiyacım var. Direktimə kart atarsınız da eləyərəm sizə də kimi. Əl tutmaq əldən qalır. Quran haqqı mən özüm imkansızın yekəsi mən özüməm. Sadəcə olaraq mən kömək olmağı, 5 manat qazanıram, sonra elə bir ki 3 manatını özümə borc bilirəm. Yaxınlara, dost dediyim adamlara kömək olmağı. Sadet görürsen pulunu taksi isteyesen. Taksi isteysen ki pul kazanasın bana. Taksidə işləyir, yazıq da. Onun Günə özünə dəstək 30 olan var. manat elə günə 30 manat maşına verirəm Barat əmi. Pulu yok ki taksi işleyir da. Vallahi Quran haqqı. Ancaq kasıblara əl tutur, Allah kömək olsun. Allah Vallahi onu yəni qorusun. mən nə bilim Önce oturup belə deyim də nə bilim insanıq da qurban olum. Deyir o ruzu paylaşınca çoxalır. Aygünün məlumatı var da elə günə 30 manat maşına verirəm. Qar olsun, tufan olsun, yağış olsun, mən işləməliyəm, məcburam. O sənin özünə dəstək olan lazım. Sən hamıya dəstək olsun. İnan Aygün. Allah başımdan töysün. Məsələn mən Aygünü çox istəyirəmsə, Arzunu çox istəyirəmsə, indi bir yenə də çox istədiyim adamlar var, yadımdan çıxır. Elə bil özümə borc bilirəm ki, bilirsən necədir? Mən özümü empati qururam da, məsələn, özümü qoyum Aygünün yerinə və yaxud da Arzunun yerinə. Quru dost deməyə, səni çox istəyirəm deməyə nə var ki? Düzdür. Adam əl atar da, bir kömək də olar da, burada nə var ki? Dostumsan, ürəyimsən, amma yeri gələndə, köməyə gələndə aradan çıxasan. Bu da düzgün deyil. Düzdür. Deyib, Aygün xəbərin oldu da Leysan oldu Bakıda Sumqayıtda. O Leysanda mən işləyirdim. Ayıq sürücü, nə bilim, nə Sən gəldi. Sumqayıtda qalsan, belə? Hə, quzu, elə 93-dən qaçqın gəlmişik. Karan qaçqınısan. Cəbrayıl qaçqınıyam, zır qaçqın. Cəbrayıl qaçqınıyam. Səni çox pis dedilər, canlılarda çox pis deyirlər. Ancaq sən tam başqa insansın. Vallahi. Ay Yazık sevmiş ki- de necə gözəl sağlığında. Arzun deyir narkoman. Bilməyir, də indi uşaqdır, bilməyir, nə olur? Arzu ürəkdir. Gözəlin Allah evin yıxsın, gözəlin fitinə getdim. Gözəl canlısına daha gelmirsin. Mənim bibimə də Gözəl sataşmışdı. canlısına niyə girmirəm Aygün? Sənə bir şey deyim. Gözəllə, bax, gözəl nömrəsi də məndədir, Füzuli nömrəsi, danışıram da, mehribanam. Prosto qəlbim qırılıb. Bir qadın var, yaşlı hamımızdan böyükdə, adını çəkmirəm. Məndən də zəhləsi gedir. Gözəlin canlısındaydıq, gözəl də ondan zəhləsi. Yəni, bizə protivdir da. Həmişə Mən canlısında... tanıdığımdır da. Hə, həmişə deyir ki, Soveti gəlirəm Sumqayıta Sovet.
İndi ola bilər də biz bir-birimizi istəmirik. Ola bilər. O məni istəmir də, bir zəhləsi gedir. Gözəl də canlı da durdu onun nəvəsinə qarğış elədi. Körpə nəvəsinə. Dedim gözəl. WhatsApp'da da dedim. Dedim gözəl. Quran haqqı, billah haqqı, Allah haqqı düz eləmirsən. Onun özünə demək ayrı şeydir. Körpə uşağı söymə. Durub götdü mən atdı çölə. Misafirdən atdı çölə. Biraz keçdi təzdən qoşdu. Gördüm istək atdı mənə. Qoşuldu dedim ay gözəl. Mən sənə nə deyirəm? Deyirəm körpə uşaqları, yaşlı anaları, nənələri söymə. Ondan sonra WhatsApp'da gördüm mənə bir tıq səs atıb. Sən 400-500 adamın içində onun tərəfini çək. Dedim tərəfini çəkmirəm. Söymək olmaz. Körpə uşağın nə günahı var? Onun nəvəsi 4-də 5-də oxuyur. Ondan sonra düşdü məndən. Düşdü məndən. Suyum gəlmir ondan, çörəyim gəlmir ay gün. Mənə nə məcburdur ki, mən onu... Belə sərin də aram ondan. Demək olar, heç belə canlısını görürəm, heç qoşulmuram. Bilirsən Aygün, qurban sənə, müəyyən yerdə haqqı demək lazımdır da. Yox, deyirsən özünə dinən. Körpəyə nə var? Bax, nə düşür? Arzu, qurban olum sənə. Onun özün söydə, yeri gələndə də düşmənindirsə əgər, onun nəvəsinin nə günahı var, körpə uşaqda, onu niyə qarğış edirsən? Mən də onu deyirəm. O məni çox pis tutdu o söz. Əlin qaldırıb Allaha, ay Şeşbər baba, ay Veys baba, yana da deyir. Onun nəvəsi belə bir olsun. Ay qız deyirəm, yaxşı, ay qız durub atdı məni çölə. Day indi körpə uşağa qarğış eləyən, günün birində də məni söyər, mənə də qarğış eləyər. Füzulinin canlısına qoşulurdum Arzu. Mən Füzuli deyir ki, ürəyimə stent qoyulacaq. Ürəyimdə problem var. Köməklik elirdim cəmaatdan pulda, yəni sağ olsun millətimiz. Axı onun ürəyində heç nə çıxmıyor baxır. Ay deyəndə Arzu, 70-80 manat pul yığılırdı hər canlıda. Günün birində Füzuli mənə deyir ki, mənim ürəyimdə heç nə yoxdur. Məsələ budur ki, mən aliment verməliyəm. Mənə köməkliyi elə, laf sənə də oradan hörmət eləyərəm. Dedim Füzuli, madəm belədir, mən bu işdə yoxam. Mən sənin ürəyində problem bilirdim, cəmaatı biz soyaq. Bu nə deməkdir? Alimentə görə cəmaatda, mən sənə demişəm, ürəyimdə problem var. Sağ olsun, millətə ağız açmışıq. Mən də getdim banka müraciət elədim ki, hansı saatlarda, hansı dəqiqələrdə kimlərin ki kartından, Füzulinin kartına kömək üçün pul gəlib, hamısı qayıtsın kartına. Bank dedi ki, belə bir şey mümkün deyil. Elə bir vicdan demək arzu. Bu gün eşitmişəm altında şey var, maşını var, maşını alıblar. Kimə? Füzuliyə? Hə, Füzulinin maşını var. Yox, Piyora. ola bilər. Yox, işdə kiminsə maşını da elə belə öz üçün çəkib özü. Ola bilər, elə ola bilər. Onun nə maşını var, heç onun 4 dənə təkər almağa pulu yoxdur arzu. Maşın. Səpəri o maşın alsa. Biraz canlıda deyirdi ki, neçədən töyüğüm var, satıb geleceğim Bakıya. Kimdir? Bir şey deyəcəm. Yəni, şəxsi fikir deyirəm. Mən bunu Gözələ də telefonda demişəm dəfələrlə. Yəni, çıxsın Gözəl özü də itirif. Dedim, qardaş, bilirsən nə var Gözəl? Günün birində nəyi var onun orada? 2 dənə paltarı var. Yığdı idman sumkasına çıxdı, getdi. Deyəcək, mən səni tanımıram Gözəl. Yəni, çox bənd olma ona dedim. Onu orada saxlayan nə var? Üzr istəyirəm. Uşağı yox, bir şey yox. Yazık da alsın da onu da gelir ora kısılır. Oraya alsın suyu. Vallahi, nə edirlər özləri bilər. O dediyim adamın adını çəkmirəm. Onun nəvəsinə qarğış eləyəndən sonra o qız elə bir ki, sanki qəlbim qırıldı ondan. Körpə uşağı söyən günün birində məni də söyər, mənim böyüyümü də söyər. Sən görmürsən ki, hamıya söyürdü. Sən onu bilmirdin. Arzu, o pis qız deyil, ürəyi təmiz qızdır. Prosto
onda tormuz tutmur. Ha, başladı gedi. Hə, onda tormuz tutmur. O elə bir ki, belə deyək də, qırmızı xəttlərə toxunur. Qırmızı xəttlərə toxunur. Onun bir dənə də şeydə bəxti gətirir. Bir dənə də şeydə bəxti gətirir ki, onun dediklərin ictimailəşdirmirlər. Onun dediyinin hər biri inzibati qaydada məhkəməlikdir. Ən azı onsuz o nəyinindədir. Ən azı. Prosto o bəxti gətirir, düşmür TikToka, YouTube'a. Kəşfiyyat deyirlər, nə deyirlər. Cəmaət bir də eləyir, kəşfiyyata düşür. Bu boyda söyüşlər söyür, heç biri düşmür kəşfiyyata. O, əgər onun dedikləri sözü 3-4 dəfə onu şeyə düşsə, o istər-istəməz bir polisin əlinə keçəcək. Onun axı nə var? 2 vur 2-də onun evini tapmaq. Profil şəklimi görmüsən mənim? Sənin. Hə. Füzuli ilə gözəldir, bax, Ekimdə. Evlənməmişdən qabağa. Sən də Arzu. Nə deyə profilə qoymuşam? Nə əlaqə? Niyə elə eləmişsən ki? O mən heləliyəm, mən də heləliyəm. Hələ mən paylaşma verirdim. Dedilər ki, vuracaqlar səhifəni, çıxartdım. Mən də qoydum burada şəkinə. Onda evlənməmişdən qabağıyım. Arzu, sənlə mən bilən onun arasında heç nə olmayıb, baxı, heç bir düşmənçiliyimiz olmayıb. O düşmənçilim olmuyor, o mənlə danışdı, mən ki onunla düşmənçilik yapardı. Arzu, sən bir dənə də gözəl xasiyyətin var, bax, Allah haqqı, bax, məncə, yəni, sən o xasiyyətinlə fəxr eləyə bilərsən, Polla. Səndə kin-küdürət yoxdur. Prinsip aparmaq, nə bilim, bir şeyi böyüdəsən, nə bilim, bu ma bunu dedi, vəssalam. Mən də çıxıb canlıda ona bunu deyim. Səndə o şey yoxdur. Ha, Acun deyir ki, şeydə bizi yirdin ATV-də. Bu boyda pullarım batdı. Niyə gedib istəmirsən? Çünki qarşındakı Xazekada şəkər adam. Onun evində qaldığımda şəkər adam. Komezada düşərlər, poxta qalaram. Başa düşdüyün, apararlar, tutturarlar. Ölüb eləsinə necə var? Yaşlını bildi, o sarıbaş, sən Allah bəstaz. Xəstə bizi. Ayda valla, xəstə adam elə gümrah olmur. O mən bildiyim o həmişə orada tamaşaçı kimi də oturur, onu demirsən, o sarışın gəlini. O xəstəyə oxşamır. Onun üzü elə bir Neçə gülaq. dənə evlər dağıdı, neçə dənə Samet evlər dağıdı, binasan. Necəsiz millət? Salam. Yaşayam arxalı, yaxşırırsın. Hətta bu qızın səhifəsini aldın, ha? Bəhd dedin də mənə səhifə satdınız. Bəhd dedin də bedmədi ded. Arzu səhifəni satmaq istəyirdin də? Səhifəsini alarıq da, problem yoxdur. Keçən əvə sözdüm axı. Onun ehtiyacı var da, bana resepti yadı var. Oturduğumuz yerdə pul paçqalıyıq Əliyev, az olsun. çəkmə. Heç bir səhifə olsun. Valla, elə bilirlər ki, hə, Agün belədir, sağlamdır. Sağlam deyiləm mən də. Yox, bilirsən, kimsə gülürsə, elə bil ki, onun dərdi ən böyük adam odur. Ömrü verən Allahdır. Məsələn, Arzu, mən bir-iki dəfə sənin ağzından çıxırdı da eşidirdim. Deyirdin ki, ölüb gedəcəm, nə bilim. Hə, işdəyəm tezlə. Elə şeylər haqqında fikirləşmə. Bəli, birazdan Həyat hələ indi WhatsAppda. Bir şey var deyəcəm, birazdan. Tamam, problem yox. Yo, Arzu, elə fikirləşmə. Mən işdəyəm, dac danışarıq da. Sən mənə WhatsAppda yazarsan, yaxşı? Yaxşı. Picu. Hə. Yəni, bilirsən necədir Arzu? Sənin indi cavansan da organizmin hələ gümrah. Arzu söyle be Savet, Allah'ın dostu. ATV'de hamıya cuman aldı. Gördün Arzu böyle. Yox. Sən bax, mənəvi tərəfdən də yeni bir səhifə aç. Özünlə bağlı, sağlığınla da bağlı yeni bir səhifə aç. Əsas özünə fikir ver, qalan şeylər düzələcək. İndi dövlət xəstəxanalarında adı sığortadır, düzdür, sığortaya güya heç nə daxil deyil.
Yalandan da olsa get o sığorta ilə də olsa keç bir dənə müayinələrdən. Nə Bir oldu? həftə neçənci gün? Səhər 3-dür, 2-dir. Bu gün- Çərşənbə axşamı. Səhər tezənə istəyirəm şəkərə gedəm yoxladım. Ay sən Dərman şəkərin var mı? olmaz Aygün. Sənin nə şəkərin var? 228 Olsa deyil, alır. hələm təzə düşür. Onda sən sonradan tapmısan onu. İrsi deyilsin. Adam mən də onu soruşdum. Hələm təzədir deyil, təzə düşür. 228. Yenə də deyirəm, sənin bu dəqiqə orqanizmin maşallah cavansan da gümrahsan. Nə yaş 35 yaşın var. Sən indi yəni polnu sənin vaxtın var ki, indən belə orqanizmini gümrahlaşdırasan. İndi məsələn sənin orqanizmin üstünə düşmürsən deyəni, get-gedə bir addım dala gedir. Qoyma da, qoyma getsin. Sənin rəngin ağappaqdır. Qanım yoxdur ki. Neçə yemir ha? Hayır, qan yoxdur. Bir tərəfdən də mədəsini kəstirdi. Bax bu. Yemək qoysa bir də- qabağına yemir. Bax Bir bir, dənə tərəfdən də Arzu səni o üz gəriltmə elədilər. Bax o da Arzu, o da səni geri saldı ha. Deyə boynum burası çıxdı bax. Belə ağır. Arzu olan hamısı. Yemir, bax, yemir. Ay Savet, yemək qoydu qabağına yemir. Bir daha Bilsən niyə yemir? Tamam. Mədə kiçili bax yığılıb mədə. Ondan da Zahir əlavə. müəllimə də dedim. Zahir müəllim dedi ki, gəl səni də verək. Dedim yox, qorxdum mən. Bilirsən necədir? O mədəni kiçiltdisə gərək nəzarətdə saxlayasan. Arzu nəzarətdə Veriş saxlamaq. atasın gedədim. Elə hamımızın acığını. Verilişin açılma ehtimalı var görəsən. Başqa formatda olar da yəqin ki. İndi Açıkta da bu dəldüllü var, bu partiya, arzu olan partiya. Heç birini götürməyəcək. bax Olar. indi mən də Baratəmi hesab edirəm ki, orada bəzi seçimlər olacaq. Amma Seçim yəni həmişə yox. verilişdə deyirdi də, Zahir müəllim deyirdi ki, mən nə vaxta qədər buradayam, Arzu burada olacaq. Xəstəliyi ilə bağlı. Aygündən biraz elə bil. Zahir müəllim Aygündən biraz alınmışdı. İncinmişdi elə bil. Bir dəfə də bildiyim qədər Aygün ora getmək istəyirdi, deyəsən ATV qəbul eləməmişdi. Elə bir söhbət olmuşdu elə bil Aygün elə. Hə? Hə, güya dedilər getmisən ora qapıdan qaytarıblar səni. Yox. Acın gəlmir. Görsən hamının ağzı bir hava çalır. Yox, məni efirdən tərifləməyi, mənə o qədər elə bir ki, dünyanı Hətta Aygün bir dəfə də belə bir söz dedi. Bir dəfə də belə bir söz dedi. Dedi ki, Aygün deyir ki, mənim verilişdə adımı çəkməyin. Mənim həyatımda bir adam var. Yeni bir səhifə Bir açmışam. adam yox, mənim həyatım var, deməmişəm bir adam. Özümün həyatım var. Aygün bir də bir şey Mən yoxsa deyəcəm mənim sənə. adım hallanmamalıydı. Sən bir şey deyəcəm. Bax Allah yalan demirəm. Bir gözəlin bir xalası var. Ərə gələndə mənim adımı niyə hallandırırdı? Maskalı gəldi mi? Oranda üzüm maskası açılmamışdı hələ. Həyatsa bax. Mənə bax, Aygün bir dəfə bu yaxınlarda mənə bir nəfər, bir Naxçıvanda biri var, gözəlin xalasıdır. Belə bir söz dedi, dedi ki, Aygündən uzaq dur, ha. Aygün əməllə, cadu ilə məşğuldur. Bəxtəvər başım. Bax, Qurana and olsun. Dedi, Aygün cadu ilə məşğuldur, Aygündən uzaq ol. Cadu eləsə təzən qaytarırım. Mən də dedim ki, mən də dedim, istədiklərim yanımda qulaq as, olacaq. mən də qayıtdım, dedim ki, bəs ona qalsa, deyə Aygün elə birinci növbədə o köhnə qaynanasından yanıqdı, ona cadu eləyər. Dedi, yox, o ondan da betər cadu gəldi. Dedi, Aygün ona baxa bilmədi. Mən də inanmadım, yəni dedim, yəni Aygün nə bilim, cadu ilə zaten məşğul olsun. Ürək təmiz. Az efirə çıxan üçün hər sözü deyirlər onsuz da. Heç nə deməm. Yazıb ki, Almaz yazıb, Arzu həmişə evində. Çox Allah razı olsun. Mən həyatım. Mən səni atmamışam bloka. Mən qulaq Gözəl as. vətən, öz evinin tərbiyəsini göstərsin. Bax, gözəl vətən. Adıva bax, yazdığın sözlərə. Pərvazın yazdığını möhkəm oxu, Savet. Kimi? Pərvaz yazıb bura bax. Möhkəm oxu, hamısı eşitsin. Pərvaz?
Məndə görsənmir axı. Ola bilməz. Vallahi. Gün buzun Ha, təmizdə də Arzu başını görsəm. işte. Yazıb Zahir deyirdi, Aygünə halal olsun ki, bizə müraciət etmir, öz həyatını yaşayır. Düzdür. Hə, görsən məndə görsənmir o. Deyib də Bu onda mənim üçün sən böyük şeydə fəxrdir. Başa düşürsən? Əlbəttə ki, bu Aygün üçün böyük fəxirdir. Canlarım mənim. Bəziləriniz orada hoqqa veriyordunuz onda. Mən də çalışıyordum. Öz həyatını çalışda yaşayan. çalışıyordum. Qıraqdakın heç kimə də fikir vermir. Azalım gedib, sən görə bilmirsən, mən nasazam. Neynəsən də, Hə, neynəsən də. dedilər Aygünü həcə saxlayır, Aygünü belə saxlayırlar. Şey, Aygün, Bəxtəvər başım. sən onu qınama. İndi mən Barat əmi buradadır, üst örtülü deyim. Tək qadına söz qoşmağa bizim bəzilərimiz candılar. Ona bir qulp qoşmağa candılar. Məsələn, ayağın belə yox, belə atsa deyəcəklər, bu yolun yolcusudur. Hamısı bir ağızdan yazır ki, Arzu evindədir. Mən də arxa fonu gördüm, arxa fondan tanıdım ki, Arzu evdədir. İndi inşallah bax, bu gün ayın neçəsidir? Bu gün ayın 14-ü. Bax, yazıram bir tərəfə. Bundan belə baxın, görün Arzu necə gümrahlaşacaq. İnşallah. Baxmada üstündə nəzarət, nə mənada nəzarət olacaq? Yeməyə, içməyə qoyulacaq qabağına, vaxtında yiyəcək. Orada nə yeyirdi? Kalbasa, çörək, kola, kalbasa, çörək, kola. Bundan adam olur. Allah qoysa səhvizlərdə həkimə də aparacaq. Buradan da valideynləri həkim İnşallah da aparacaq. apararsın. Stresdən uzaq olacaq, rayon havasıdır. Rayonla Bakının qazovkası birdir. Dərya, təşəkkür edirəm. İndi cavan uşaqdır. Oldu da indi gəldi Bakıdır. Bakıda deyir ki, hər gün burada belə yay olacaq. Elə deyil. Bakının tufanı da var. Laf yay olsun, laf belə 80 dərəcə isti olsun. Bakı niyə yer olsun? Vallahi əmi, mən işimə görə Bakıya gedirəm. Məcburiyyətdən gedirəm Quran haqqı. Allah haqqı bu bədəni Bakıya dəyişməli. Mən Mingəçevirə gedirəm, Mingəçevirdə böyümüşəm. Allah ki bir saat orada oturabilirim. Sakit yerdir də, sakit yerdir. Mən məsələn Sumqayıtda avtobus 50 qəpikdir. Harda da əl eləyirsən saxlayırlar. Amma Bakıda 60 qəpikdən başlayır. 80 qəpik belə var avtobusun gediş haqqısı. Özdə qapılar bağlandı, adam ölə qapını açmır. Buranaq qordu, qapı bağlandı və salam. Çox sağ ol. Amma Bərdədə elədir. Aha, evin Hə, qurban orada da olum, orada. rayonlarımıza qurban olum mən. Allah. Ümumiyyətcə, Bakı biraz paytaxt olduğuna görə Bakıda nəzarət güclüdür da, yəni xarici turistlər gəlir axı ora. Qoy görsünlər ki, Azərbaycan hər yeri elədir, amma elə deyil. Hətta yaxşıyam mən. Kənan yazıb Aygün yaxşı qızdır. Yaxşının qədrini bilən var axı. İnşallah Aygün, ben özüm sən də ki da evlənməyin daşın atdın, kitabın bağladın. Kim? Sən. Bilmək olmaz. Həyat sürprizlərlə doludur. Hə, bir yeni səhifəçi. Atacam. Sağ ol. Bax, burada kimsə yazıb Sovet yaxşı oldu, hamıya tutur. Quran haqqı o sözümə görə Bir Aygün demirəm. yaxşıdır, bir Sovet yaxşıdır. Hə. Əlbəttə. Şeydir, bər bax, xeyir iştad olsa da Atlaşenyamız var da, mənə də dəvətnamə ver. Arzu qaçqın olmasaydı bundan evlənə bilərdim. Bu qaçqındır, bundan alınmaz. ne varsa katkınlarda var. Onu da bil. Qaç qara. Səni çox bilmiş az. Ay səni çox bilmiş. Allah erməninin evin yaxısında gül kimi torpaqlarımız vardı, aldılar.
Utanmırsan, sən yazmırsan çox səviyyəsiz qadındır. Dərindən tanışdığın var ondan. Bizlə bir yerdə olublar da. Sən inanırsan, Ay, gözəl. bir dənə bizim ölkədədir ki, TikTok platforması. Allah üstündə. evdən çıxmasaydı, belə sözlər yazmayacaqlar ki bizə Quran haqqı. Bax, indi mən bir şey Ay, deyim də. Söğüt dalaşdığın xanım var. Buraya gəlibdi. Kredit var idi, bilirsən. Buraya gəlib ki, atmışsan bloka. Mən səni blokdan çıxardacağım, mən səni başa salacağım. Allah'ın da olsun bu boyda pullarım batdı mən. Mən sənin kreditini heç vaxt yeməmişəm, yeməmişəm. Arzu indiyə qədər bilsə nə qədər pul itirir. Elə şey Allaha dalına da. düşən adam deyil. Cəmaatın 10 qəpikdir. Aygünün 10 qəpiyin yemək olar, Aygün adamı cırar. Arzu ya, Aygün yox. Yox, Arzu, Aygün Aygün. deyil. Arzu elə şeyin dalına düşən deyildi. Deyirəm Aygün, məsələn, kimsə pulun ya, Aygün onu elə belə buraxar. Şeyxanım da Arzu, Şeyxanım. ATV-də hamını öldürən, döyən Arzu bu. biraz şey oluyor, diri ol. Allah haqq, sən görəsən cəmaat 10 qəpiyin üstü adam öldürür. Sönüb. Deyirəm, deyir ki, öz xoşuna çıxmışsan 250 mart batdı, qaldığım da 10 gün idi. Deyirəm 10 gün Sonra pulu şeyin çıxdı. baktı. 100 Aygün, marta sən yatdı. Arzu, səndə bir dənə araba şey çıxıb var, da mən baktı. sənə bir şey deyim. Sən elə bir təp-təp olursan ha. Sən depressiyaya meyilli qızsan. Sən tez-tez Hə, depressiyaya düşürsən. Səni depressiyaya salmaq 2-2-dir. Da elə bilsən nətər, təpədən dırnağa get həkimdən yoxlan, müalicələri başda, nevropatoloqdan belə, bax, neçə illərdə əsəb keçirirsən də, baxma. Mən əsabət bir də görsən danışsan var ya, Aygün bilir. Bir də görsən danışsan, beyin yatır məndən, çox sözlər çatmır mən beynimə. Ondan da əlavədə, bax, məsələn, deyirsən ki, iştahım yoxdur. İnan ki, o da beyinlə əlaqəlidir, ha, yarısı. Çünki insanı mərkəzdən idarə edən beyindir. Benim müəllim deyir də, deyir, hər şey burada idarə edir. Beyindir, əlbəttə. Beyin siqnal ötürməsə, mədə nə bilir ki, acmışam. Özünə fikir ver, özə sən özünü kiməsə həsr eləyən adamsan, özünü ən axırda düşünürsən. Quran haqqı, özünü heç kimə həsr eləmə. Şəxsən, bax, mən deyirəm, Arzu, nə vaxt canlıda mənim qabağıma çıxsam, mən sənə pul atacam. Yəni, bax, deyir, Aygün də mənim qabağıma çıxanda atıram. Aygün, mənim səndə WhatsApp-da nömrəm var da, düzdür. Səsi bağlayıb. Deyir, birdən görsən yazır, deyir, Sovet imkan varsa, deyir, əlimdə varsa atıram. Deyirəm, mən sən dostamsa yanındayam. Bu nə danışır orada? Kimdən danışsan? Mikrofonu bağlayıb da. Sən xəbərin var, səsi bağlamısan, Aygün. Xəbərim yox deyil mənim. Səhərdən döşüyürəm burada. Səbət gilas məsələsidir bunlarda. Bəziləri də yalandan basır, bağlayır. Deyirəm ki, nəysə, daha demirəm. De də. Yox. Bəy onu deyir. Ay Arzu, niyə getdin Bakıdan? Evtut gələcək. Aygün, sən mən mod verə bilirsən. Burada bəzi konçinlər var, onlar atın bloka. Sən ildə bir dəfə gəlirsən mənim canlıma. Burada işlə Arzu, Aygün, işdə oluram, evləyim, işdə oluram, $10. Bildim. Hə. Çəkirlər. Aygün, Xırdalanda ev baha da, Xırdalan elə belə baxma. Orada evlər bahadır. 400-dən başlayır evlər, 350 ev yoxdur. Xırdalan Elə bir hansıdır? Sən şəxsdə deyirəm də, daxil dalan aslan ədir. Dediyinizə Burada qəşəng. deyil. Hı?
Arzu Evi axırdan göstərə axırda bilmirəm. aldığı ev təmirli ev idi. Elə gözəl ev idi ki, düzdür. Şeydi balacalı xudma. Elə mən aradan çıxdı deyəsən Arzu elə. Pulu götürdü aradan çıxdı deyəsən. yox, gətirdi vermə, götürmürdü. Ona pul veriş, mən özümə vermədi pul. Dedim 10 günü qal çıx. Mən çıxam diyor, yox öz xoşluğuna çıxmışam. Yandım töküldüm o əziyyətim, nə əziyyətə gözlərə qurban, nə başına dön. Hansı evi deyirsən? Kiram. Şeydir, nənənin evini deyirsən? Bir gün gəldi mi sizə? Ay amma. Hə. Angel, Oran- gör nə oran deyirəm nə gözəl Angel. idi, Ürəyin o nə ev nə istəyirsən gözəl idi. Andel'cim Angel. O söhbət yalan söhbəti, yalan deyir. Andola yalan deyir. Nə? Gör ha, şayiəyə bax. Gözəl deyir ki, Soveti qovmuşam, arvad kimi deyir. Git, nəyi? Qütbət edir. Mən Qeybət deyir, edir. Aygül, səndə WhatsApp-ın var da, istəsən sənə WhatsApp-da atım. Özüm gözələ demişəm, səs atmışım. Demişəm ki, sən o iki adamın nəvəsinə söydüyünə görə oradan canlıda üzr istəməyənə qədər mən sən canlığa gəlməyəcəm. Mənə WhatsApp-da deyəsən o kimdir? Gözəl deyirəm. Yox, qarğış adam kimdir? Sən bilmədin kimi deyirsən? Xanım xatın bir qadındır. Mən də ona qarşı çatmışdım. Faytoncuyam, məni aldın göyə, Hərfi ilə faytoncuyam. başlayır adı. Hə. Çox xanım xatın qadındır. Ona qarşı çaşmışdım. Ona qarşı nə demişəmsə özümə qayıtsın. Hani canım. Sən canın yanmasın. Tanımadınız? Başın padrogası. Biliyordum, bildim. Deyirəm. Nə demişəmsə ona qarşı bircə özümə getsin. Ay Allah. Sabah işləsənə ged yat. Mən o gün mən elə bil tam yuxumu almamış durub işə çıxmıram ha. Uğur böcəyim demişəm, üzrümü də istəmişəm. Deyə arzudan Sən da burada üzr heç kimə istədim. çox vermə. Üzr istəmək böyük bir şeydir, qardaş. Üzr istəmək hamı bacarmır ki. İnşallah ben pek eləyəndə o insandan gələrsən. Sonra. Dedin amma sözümü tutmadın Aygün. Xahiş elədim Yo, səndən. mən bir müddət mən girmədim ki canlıya. 2-3 gündür. Onun bu yana demək gör olar, nə qədər qalmışam. vaxt keçdi ay Aygün. Girməmişəm də deyirəm, girsəm deyərdim sən. Ha, bilirəm. Dedim yəqin 100% qabağına çıxmayıb. Mən Bir dedim ki, vicdan kəlmə borcu deyil. Söhbət ondan getmir. Bağışlayıb bağışlamamaq. Biliyorum. Deyə bax Arzunun böyük ürəyi var. Allah qon ürəyinə qurban olum. Onunla belə mən bağışladım. Sən mənim sona bibimə də Üzr istəmişəm. Üzr istəmişəm Aygün. Bəs sonra gözəl niyə məndən küsüb? Niyə deyir sonanın deyir, sona xaladan üzr istəmişsən? Qardaş, gözələ nə etibar var? Gözələ görə mən eşitdiyimə görə mənim də adımı çəkib oğlan qoşulmuş da dedi kaf qoymayın. Onun cansından mənim də adımı çəkmişdi. İndi şeydir. mən də- Vaxtım olsa Onu başa düşün. Düzgün hərəkət Onun deyil. şeydə yox, ruçnu yoxdur onda. Gəldisə yox, ona gedirik ona buna döşüyür. Hamıya getməsin də. Mən döşüyür. getməyim də. O harda qalır az? Və şeydə Qəbələdə, Qaradokda. Getməyim də mən Qəbəliyə. Aygün onu qınamayıb. Quran haqqında nevroloji problem var. Onun beyni işləmir yaxşı. Elə beyin tam işləmir. Başa düşürsən? Beynin 50% Sən tanışın idi ki, sən də dəhşətsən, sən tanışın idi ki, gedirsən canısında misafirlərdə yatırsan, gecə gündüz oradaydın sən. Gecə gündüz onduydu me. Mən o dediyim adamın nəvəsini söyəndən sonra mənim qəlbim qırıldı ondan. Mən o çıxsın Gecə günü gündüz sabah üzr Aygün istəsin, Samet, mən onu gecə yenə gündüz canlısına davraya gedəcəm. Gözənin canısında Aygün, yatırdı. Beş Aygün. tane yemək də yemirdi, içmək də içmirdi, yatmırdı, durmurdu. Aygün, Bütün günü Aygün canlısında. gör nə deyirəm, mən ona vaxt vermişəm. Çıxsın o adamdan üzr istəsin, yenə də gedəcəm onun canlısına. Evet. Üzr istəməyənə qədər getməyəcəm. Sən ay körpə Allah. uşağı, sən söyürsən. Sən və niyə Allah ona götürməz varata axı. durursan? Mənə bax, Aygün. ona varatasan. Da o şeyindən sonra yox. Amma indiyə qədər Quran haqqında Yox. çox istəyirdim. O madmazelə varatasan. Haqsızlıq eləmişəm də ona qarşı. Madmazelə heç kimə varata durma. Salam Aygün, salam az.
Bacı yaddan çıxıb ifrit də. Agün bu. Abi gözəl Agün vətən bu bu- tərbiyəsiz kimdirsə Ne bayaqdan adı? məni qaralayıb, bilmirəm məndən nə düşmənçiliyi var. Ayıb deyir, sənə əsnafı deyər ki, gəlib göstərər. Bəli, iki adamlarsınız, valla. Hala demiştin adam. Bacı yaddan çıxıb az. Ay gün nə qədərin qaldı evin puluna? 55. Bu gün nə qədər yığa bildin? Bu gün yığmamışam ki heç. Nə qədər nə vaxta qədər vaxtın var? 150 idi, 2 gün idi açıram canlını. Dəstəyə görə. Özün Səhifəmi satdım axı mən. 50 manat bir satdım, 20 manat bir satdım. Allah haqqı, bir dənə, bu da səhifəm təzə. Misafirə uşaq qoşulmuşdu, xəyal. hə, Ona satdım səhifəmi. eləmi? Ay gün indi o 55-i nə vaxta qədər düzəltməlisən? Nə bilim. Ha, ayın 15-nə kimi. Sabahı bir şey. Oo. Yəni, o sənə demədilər, girmə, qadınlar canlısına. O gün sənə Yazıq. demədilər, qadınların canlısına girmə deyir. Ha, Sən ne o deyirəm. mən niyə görmürəm? Sən gördüklərini mən görmürəm. Bu Sovetin neçə sifəti var? Sovet, get bax, arzu da nə yazdırırlar sənə. Sonra falan dedi də. Aycın qoy mən çıxım. Bu bəzi ağzı görsəklər söyə-söyə qalıb. Get yat, yat. Aycın. Sən mənə Yat, bax, yatma. əsas odur ki, gör nə deyim, sən mənə bir böyük kimi hörmətin var. Çox istəyirsən Xətr mənə. istəyirəm. Sənin neçə yaşın var? Bir dənə Yaşudi var. Yaşudi mənə. 88-əm. Hə, bizdən böyükdür Arzu bu. Arzu bizdən böyükdür də, hə. Hə, siz mənim ikiniz də məndən kiçiksiniz. Mən yenə də deyirəm, əsas odur ki, ikinizi də çox istəyirəm. Biriniz sağ əlim, siz biriniz sol əlim. Heç kimə də fikir verməyin. Adama, indi onlar da adam haqqında min Bizim dənə söz canlımızdan başqa heç bir canlıya getmə. Mənim baba bu əyri gözlərim üstə. Mən də gələndə istə yatanda qoş da, elə bilsən də görməməz Narahat olma, problemsiz. Arzuda Arzu, məndə. sən mənə ürəkdən bağışlamısan, de görüm mənə. Hə. Dildə demək demək, ürəkdən de. Olub Onlar da, da olub dərsən, ki, da, bağışladım. Quran haqqı arzu, sən nə demişəm, özümə demişəm, elə hesab elə. Da, bundan artıq nə, bundan dərin necə üzr istəyirsən, mən eləyim. Hələ sən 3-4 gün bundan qabaq yox idin. 3-4 gün nədir ya, müsəlman 3-4 günü. Yaxşıyam, bacı qurban, 15 yaxşıyam. gün bundan qabaq mən Sona xalaya qoşuldum, üzr istədim. Nadiş deyirəmişdim, ona qarşı bir səhv buraxmışdım. Yata Oğlan bilmirdim, oldu, dura getdi, geçdi, bilmirdim, böyüklər, otura bilmirdim. üzürlüklər Çünki keçər. səhvim var idi də, bilirdim. Kim sen Türkasına gitmişsin de? Qurana and olsun, bax, Qurana and olsun Arzu. Qurana and olsun deyirəm. Bax, bu gecənin vaxtı haqqı, ay gün, bax. Arvad bu qədər and içər, ha. Allaha and içirəm, Quran gətirər basıram. Gözəl stoyka saxlayır canlıda. Yalandan deyirəm, mən heç kimdən qorxmuram. Gözəl qıraqda qorxur, gözəl hər gün mən səs atır ki, görəsən o dediyim adam gəlməz mənim iş yerimə. Gözəl elə elədiyinə baba, gözəl qorxağın yekəsidir Quran haqqı. Qorxur. Allah'ın olsun qorxur. Amma prosto mən yenə də deyirəm, qızı buradadır da, yanında deyirəm. Sona xalıya qarşı səhvimə görə peşman idim. Rahat ola bilmirdim. Hətta mənim adımdan gözəl Arzu. Gözəl nə idi, bağışla. Mənim adımdan güya yazmışdılar ki, mən güya, Allaha and olsun, güya Baratəmin söymüşəm. O qılınan namaz haqqı, müqəddəs Kəbəyə, Məkkəyə and olsun, heç mən Baratəmin haqqında heç nə deməmişəm. Mənim əvəzimdən deyiblər onu. Aranı qatanlar da olur bəzən. Nəysə, bacışqalar, mən yatıram, mənə görə söz öz qulluq olsun. Edən xeyri, Allah amanında, Ürəyimsiz, Allah sağ sən olun. qoy. Baratəmi öpürəm səni, çox sağ ol. Gecəz xeyri, sağ ol. Çox sağ ol, sağ ol. Bu da kinonun sonu.
Bir az mənə hədiyyə necə mənə yazılacaq sənə hədiyyə atmaq olmur. Onu necə eləyim mən? Niyə? Bilmirəm. Bu qədər oyun aparsan, hədiyyə gəlməyibsə. Yox, heç nə. 3 qat uşaqlar. Bu arzu da it üzü var imiş. Oğlan. Necə eləmək olacaq? Ay Nazı, bax. Atmaq olmuş. Dəstək olaq uşaq. 65 manatımız qalıb uşaqlar. 5. Can açdı, bağlasan aç. Canını aç da bağlamısan aç. Canlı açıldı, o nə deməkdir? Vallahi öz. Heç kimi söyməsin. O böyük kimi üzr haqlılığını dilədi arzudan. Onlar da barışdılar, qutardı, getdi. Allah ürəyinə görə versin. Taksidə işləyir, Allah ruzusunu versin. O da kasıb insandır. Nə qədər dəstək olur, sağ olsun, var olsun, valla. Yeni gələnə xoş gəlmişsiniz. O işi görəcəksən. Nə? Gecə. Hə? Gecə. Düşünürəm sən. Bibi yatıb indi 100%. Hə. Mamam yatıb. Ha, sən də biraz yat dincəl. Bu oyundan sonra şey deyim, mən biraz görüm uşaqlardan kim var oynayayım. Sən də yatarsan, dincələrsən. 1-2 saat yat, yol gəlmirsən. Yar. Arada PK-lar Yata eləyək də. Ha, Sən o iş... olacaqdır ya. Əgər sən... Ha, Mənim qəndi yoxdur. ha. Sən də o hədiyyə yerini açdır. Bəlkə səhifəni təzəd ona görə. Nə bilim. Yoxlatdırıb necə. Mən o bir səhifəmdə hədiyyələr çıxmır. Gərək kiməsə eləyəm, bir şey eləyəm. Amma bu səhifəmdə hədiyyələr gəlir, çıxardıram. Hadi xoş gəlmişsən.